Müğənni Mehriban Qəhrəmanova həmkarı Vəfa Şərifovanın şəxsi həyatı ilə bağlı qalmaqallı və diqqət çəkən açıqlamalar verib. Onun söylədikləri şou-biznes camiyyəsində geniş müzakirələrə səbəb olub. Yenilik Az xəbər verir ki, Mehriban Qəhrəmanovanın sözlərinə görə Vəfa Şərifovanın uşaqlarının atası Famil Xəlilov tərəfindən fiziki və psixoloji təzyiqlərə məruz qaldığı iddia olunur. Müğənni bildirib ki, cəmiyyətdə təqdim olunan görüntülər reallığı tam əks etdirmir və Vəfa Şərifova uzun müddət ağır və çətin həyat şəraiti yaşayıb. Mehriban Qəhrəmanova qeyd edib ki, Vəfa bu müddət ərzində susmağa üstünlük verib, ailə dəyərlərini və övladlarını qorumaq naminə yaşadıklarını ictimaiyyətə açıqlamayıb. Onun sözlərinə görə müğənninin səbirli mövqeyi arxa planda böyük əzab və təzyiqlərlə müşayiət olunub. Açıqlamada diqqət çəkən digər məqam isə Famil Xəlilovun yaxın çevrəsi ilə bağlı olub. Mehriban Qəhrəmanova bildirib ki, yaşanan hadisələrə görə Famil Xəlilov öz dostları tərəfindən də ciddi tənqid və qınaqla üzləşib. Hətta müəyyən mənada sosial lincə məruz qalıb. Bu vəziyyətin məhz Vəfa Şərifova ilə bağlı yaşanan problemlərdən qaynaqlandığını vurğulayıb. Mehribanın bu açıqlamaları sosial şəbəkələrdə sürətlə yayılaraq geniş rezonans doğurub. İzləyicilər və şou-biznes nümayəndələri məsələ ilə bağlı fərqli mövqelər sərgiləyir. Bir qism Vəfa Şərifovaya dəstək ifadə edir. Digərləri isə iddiaların rəsmi tərəflər tərəfindən aydınlaşdırılmalı olduğunu bildirir. Hazırda mövzu şou-biznesin ən çox müzakirə olunan hadisələrindən biri olaraq gündəmdə qalmaqda davam edir.